günahkar nəfsimi və sizi təqvaya dəvət edirəm və təqvanı sizin diqqət nəzərinizə çatdırıram. İnsan təqvanın sayəsində həm dünyada, həm axirətdə üzü ağ olar, müvəffəqiyyət əldə edib, uca zirvələrə yüksələ bilər. İnşallah təqva həmişə bizim diqqət nəzərimizdədir və inşallah bizi Allah təqva xəttində sabit qədəm eləsin və təqva yolunda daha artıq müvəffəqiyyət bizlərə əta eləsin inşallah. Deməli, insan psixologiyası belədir, insan yaranışı belədir. İnsan yaranan gündən, bəlkə yaranan andan öz təbiətinə uyğun olaraq, öz fitrətinə uyğun olaraq inkişaf eləmək istəyir, daha artıq tərəqqi qazanmaq istəyir. Hətta neçə günlük olanda belə insan inkişaf eləmək istəyir, insan inkişafa doğru gedir və hər an daha artıq inkişafı əldə eləmək istəyir. Bu, onun fitri baxımından inkişafıdır. Bir qədər insan yaşad olandan sonra və əqidəsi möhkəmlənəndən sonra bu, onun cismi baxımdan inkişaf və nailiyyəti idi. Amma daha inkişaf, daha nailiyyətləri əldə edəndən sonra, yaşad olandan sonra mənəvi inkişaf üzrə insan daha nailiyyətlər qazanmağa çalışır. İnsan belə bir varlıqdır ki, belə deyirlər də, kamal tələb, yəni kamilliyə çatmağa can atmaq istəyən bir varlıqdır. Və daim öz istedadları ilə, özünə məxsus olan hünəri ilə inkişafa tərəf çalışır. Və bütün bu inkişafların başında, bütün bu hər hansı nailiyyətlərə yüksəlməyin başında şəhidlik zirvəsinə çatmaq məsələsidir. Düşüncəsi olan insanlar, mənəviyyatı olan insanlar, həyatı dərk edən insanlar şəhidlik məsələsindən qafil deyirlər. Bu məqama çatmaq üçün bir çox insanlar çalışırlar, arzu eləyirlər, Allahdan bu məqama çatmağı diləyirlər. Və heç şübhəsiz ki, o insanlar ki, şəhid kimi yaşayırlar, o insanlar şəhidliyə nail olurlar. Bəlkə səmavi dinlərin arasında İslam dini qədər şəhidliyə əhəmiyyət verilməyib. Şəhidlik məsələsi önə çəkilməyib. Səmavi kitablar arasında Quran-ı Kərimdə təqribən 10 ayədə, Quranın 10 ayəsində bu məsələ, şəhidlik məsələsi aşkar şəkildə qeyd olunur. İnsanların öz canından, öz malından özlərini fəda etmək məsələsi təqribən 10 ayədə vurğulanır. Əlbəttə, digər ayələrdə, bir çox ayələrdə qeyri-müstəqim şəkildə, yəni aşkar olmayan şəkildə işarələrlə şəhidlik məsələsinə işarə olunur. Mən təqribən neçə ayəni qeyd eləmişəm, istəyirəm siz əzlərin nəzərinə çatdırın və çoxlarınız da bu ayələri eşitmişsiniz. Təbərrük olaraq birinci xütbəni bu ayələrlə oxuyuruq ki, təbərrük olsun. Bəzi surələrdə, bəzi ayələrdə bu məsələyə işarə olunur ki, şəhidlər ölmürlər, şəhidlər diridirlər. Bu, Bəqərə surəsinin 154-cü ayəsində oxuyuruq ki, xütbənin əvvəlində də o ayəni oxuduq. Və la təqulu limən yuqtəlu fi səbilillahi ənvatun bəl əhyaun və lakin la təş'irun. Deyir, və la təqulu, deyir, deməyin o kəslərə ki, Allah yolunda fi səbilillah, Allahın razılığına görə Allah yolunda şəhidliyə çatıblar, onlara ölülər deməyin. Onlara ölülər deməyin. Bəl əhyaun, bəlkə onlar diridirlər. Bəlkə onlar həqiqi həyata qovuşublar. Bəlkə həqiqi həyatı onlar dərk ediblər. Və lakin la təş'irun. Amma bunu bir çox insanlar, bəzi insanlar dərk etmirlər. Şuurları o dərəcəyə çatmır ki, dərk etsinlər ki, şəhidlər necə həyat tapırlar şəhidlik məqamına çatandan sonra.
Digər ayədə, yenə də digər ayədə oxuyuruq Ali İmran surəsinin 169-cu və 170-ci ayəsində oxuyuruq ki, şəhidlər Allah huzurunda, Allah dərgahında ruzulanırlar, xüsusi ruzularla ində Rəbbihim yurzəqun. Və la təhzəbənnəl-ləzīnə qutilu fi səbilillahi əmvatan bəl əhyəun ində Rəbbihim yurzəqun. Deyir, və la güman etməyin, güman etməyin, düşünməyin siz o kəsləri ki, Allah yolunda şəhid olublar, qətlə yetiriliblər, onları ölü hesab etməyin. Bəlkə onlar Allahın yanında, bəlkə onlar diridirlər. Burada bir qədər də aşkar şəkildə Allah təbarək və təala buyurur. Bəlkə onlar Allah yanında, Allahın yanında. Burada ində Rəbbihimdə bir aləm söz var. İndə Rəbbihim, Allahın yanında. Yəni Allaha o qədər yaxındılar. Burada Allah təala buyurur ki, ində Rəbbihim, Allahın yanında yurzəqun, ruzulanırlar. Hansı ruzularla ruzulanırlar? Onlar özləri bilirlər. O dərəcəyə çatanlar bilirlər ki, hansı ruzularla ruzulanırlar. Allah onları, necə deyərlər, ruzulandırır. Digər bir ayəni də oxuyum, söhbətimizi bu ayə ilə davam elətdirək. Nisa surəsinin 69-cu ayəsində oxuyuruq. Mən yuti'illahə vər-rəsulə fəulaikə ma'əl-ləzīnə ən'əməllahu aleyhim minən-nəbiyyinə və siddiqinə və şühədə və salihin. Deyir, buyurur, oxuyur. Azərbaycanca dəqiq tərcüməsi belədir. Allah və onun peyğəmbərinə itaət edənlər dünya və axirətdə Allahın nemət verdiyi kəslərlə, Allahın nemət verdiyi kəslər kimdir? Peyğəmbərlər, siddiqlər, şəhidlər və salih insanlarla birgədirlər. Bu bizim məhəlli şahidimiz. Bu ayədən çıxarış etmək istədiyimiz bir şey, məsələ budur ki, şəhidlər peyğəmbərlərlə birgə onların adı hallanır. Yəni onlar ki, o kəslər ki, Allaha itaət eləyərlər, onlar bir yerdə olarlar dünya və axirətdə peyğəmbərlərlə, siddiqlərlə, şəhidlərlə və salihlərlə. Yəni şəhidlərin adı Qur'an-ı Kərimdə şəhidlərin peyğəmbərlərlə birgə adı hallanır. Şəhidlik məqamından nə qədər biz danışsaq, elə bir əlçatmaz bir məqamdır ki, bir dərəcədir ki, bizim imamlarımız, məsum imamlarımız, onların Allah inşallah axırıncısının 12-ci imamımızın, İmam Zaman Əcəlallahu Teala Fərəcəhu Şərifin zuhurunu tezləşdirsin. İnşallah hamısı onlar şəhadət məqamına ucalıblar. Əli ibn Əbi Talib əleyhissalam, İmam Həsən əleyhissalam, İmam Hüseyn əleyhissalam, onlar hamısı bu yolu gediblər. Bu düşüncə çox yanlış bir düşüncədir ki, insan belə düşünsün ki, insan hər hansı bir şər qüvvələr tərəfindən, qara qüvvələr tərəfindən qətlə yetirilməklə insan məğlub olur. İnsan şəhid olmaqla məğlub olmur. İslam düşüncəsində, Qur'an düşüncəsində məğlub olmur. Bəlkə insan qalib olur. Məgər İmam Hüseyn əleyhissalamın şəhadəti ilə ki, onun ali hədəfi İslamı qoruyub saxlamaq idi, İslamı sonraki nəsillərə çatdırmaq idi. Məgər İmam Hüseyn əleyhissalam məğlub oldu. Bəlkə o məsələ ki, qan qılınca qalib gəlmək məsələsi İmam Hüseyn ağanın dövründə reallaşdı. Onların heç biri, bütün imamlar ki, şəhadət məqamına çatdılar və o şəhadəti daddılar və İslam məktəbində, İslam düşüncəsində ən ali ölüm şəhidliklə ölməkdir ki, insan ölməyi ilə ölməməkliyi dərk edir həqiqətdə. Yəni o məqama çatır. Biz bu barədə geniş söhbətlər eləyə bilərik. Allah rəhmət eləsin, Allah məqamını uca eləsin. Böyük İslam alimlərindən Əllamə-i Əmini, Allah rəhmət eləsin, bizim iftixarımızdır da Əllamə-i Əmini. Əllamə-i Əmininin müxtəlif əsərləri var. Əlbəttə şah əsəri Əl-Qədir əsəridir ki, orada Əli ibn Əbi Talib əleyhissalamın vilayətini, imamətini gün kimi aydın eləyib aləmə. Minlərlə insanlar, Əhl-i Beytdən uzaq olan insanlar Əhl-i Beyti tanıyıblar, tapıblar Əl-Qədirini. Əlbəttə ondan qabaq, Əl-Qədir kitabını yazmamışdan qabaq bir gözəl əsəri də var ki, o əsərini yazandan sonra Əllamə adı ilə tanınıb Nəcəfdə Şühəda-il-Fəzilə. Yəni Fəzilətli Şəhidlər adlı kitabı yazıb Əllamə-i Əmini. Bu kitabda 120-130 təqribən İslam aliminin
İslam fəqihinin ki, şəhid olublar, onların tarixçəsini araşdırıb, ən mötəbər mənbələrdə açıqlama verib bu kitabda. Və əsli hədəfi də o alimlərin əziz xatirəsini diri saxlamaq və onları digər nəsillərə çatdırmaqdır. Onların nə qədər məzlumcasına şəhid olmalarını, onların nə qədər şücaətli olmalarını sonraki nəsillərə çatdırmaq məsələsi idi. Mən əsli sözümə gəlib çatmaq istəyirəm. Biz Quranda oxuyuruq Həcc surəsinin 78-ci ayəsində və cahidu fillahi həqqə cihadi. Deyir, onlar cihad etdilər Allah yolunda, yəni o cihad etməyin həqqini əda etdilər. Bu bizim baxsaq əsrlərdir, bu ayənin necə deyərlər, misdaqı var, zahirdə görüntüsü var. Ən birinci şamil olur bu ayə, ən bariz nümunəsi, ən bariz misdaqı bizim imamlarımızdır, məsumlarımızdır ki, öz vücudları ilə fəda ediblər özlərini İslama, fəda ediblər özlərini haqqa, həqiqətə, fəda ediblər insanların özlərini bəşərin hidayətinə. Amma imamlarımızdan sonra bizim böyük alimlərimiz, tarix boyu, şəhid-i əvvəl, şəhid-i sani, bu cür böyük alimlərimiz olub, Şeyx Fəzlullah Nuri kimi alimlərimiz olub, doğrudan böyük alimlər olub tarixdə. Dediyim kimi, Əllamə-i Əmini 120-sinin təqribən adını o Şühəda-il Fəzilə kitabında gətirib. Amma müasir dövrümüzdə biz bu günləri onun ən bariz nümunələrindən biri olan İslam şəhidləri arasında bizim təqlid mərcəyimiz, bizim rəhbərimiz, bizim ağamız Həzrət Ayətullahül Üzma şəhid, Həzrət Ayətullahül Üzma İmam Xameneyi ağanın neçə gün bundan qabaq şəhadət məqamına ucalmasıdır. Bir ömür pak yaşadı, bir ömür insanların hidayəti üçün çalışdı, bir ömür mücahidət elədi, bir ömür bütün o çətinliklərə düçar oldu. İnqilabın əvvəl illərində, İslam inqilabı qələbə çalmamışdan əvvəl zindanlarda işgəncələrə məruz qaldı, neçə dəfələrlə zindanlara düşdü. Ondan sonra terrora məruz qaldı, uzun illər, 30-40 ilə yaxın sağ əli o terrora məruz qalmışdı. Niyə görə? Ona görə ki, insanların hidayəti üçün, ona görə də İslam inqilabının qələbəsi üçün çalışdı. Pak yaşadı, həqiqətən pak yaşadı. Və hətta ona bəzən baxanda müxalif cəbhədə olan insanlar ki, gediblər, digər ölkələrdə yaşayırlar, digər Avropa ölkələrində yaşayırlar. Onlar da etiraf edirlər ki, bu kişi 37 il rəhbərlik dövründə, onun, necə deyərlər, baxsaq biz onun həyatında bir qara nöqtə biz tapa bilməmişik. Doğrudan da pak yaşadı. Çünki pak yaşadı, dediyimiz kimi Əli var, Hüseyin var, yəni Əli ibn Əbi Talib əleyhissalama bənzər, İmam Hüseyin əleyhissalama bənzər həyat yaşadı deyə ona bu şəhidlik qismət oldu. Yəni şəhid kimi yaşadı və ona görə o şəhidlik zirvəsinə uzaldı. Bu hadisə elə belə bir məsələ deyildi. Bir hadisə sıradan bir məsələ deyildi. Bunu hamımız bilirik. Onu bu cür qətlə yetirməklə onlar istədilər düşmənlər, qara qüvvələr, böyük şeytan olan, Allah İmam Xomeyni ağa rəhmət eləsin ki, onu böyük şeytan adlandırmışdı. Böyük şeytan olan Amerika və uşaq qatili olan o Sihiyonist rejimi onu qətlə yetirməklə onlar, Allah bir söz vardı ki, Allaha şükür olsun ki, bizim düşmənlərimizi axmaqlardan qərar verdi. Doğrudan da böyük xətaya onlar mübtəla oldular, özlərini böyük xətaya mübtəla elədilər. Heç şübhəsiz ki, 200 neçə illik bu Amerikanın tarixi var, 200 neçə ildən artıqdır onların tarixi. Onların tarixi iki hissəyə bölündü bu şəhadətlə. Onların bu cinayəti törətməklə onların tarixi iki hissəyə bölündü. Şəhid Xameneyi ağanın şəhadətinə qədər olan Amerika və o şəhadətə çatandan sonra, bu ağanın şəhadətindən sonra, bu böyük cinayət törənəndən sonra olan Amerika tarixi. Heç şübhəsiz ki, onların bu hadisə, eyni zamanda da elə Sihiyonist rejimi ki, onların 60-70 illik tarixi var, dövlətçilik tarixi var. Onların da bu tarixi iki hissəyə bölündü. Bu hadisədən qabaqki tarix və bu hadisədən sonraki tarix. Heç şübhəsiz ki, bu pak qan ki, töküldü, bu böyük şəxsiyyətin, onlar tək bir şəxsi terror eləmədilər, onlar mərcəiyyətə hücum elədilər.
Mərzəiyyət ki, bizim qırmızı xəttimizdir. Onlar İmam Zaman ağanın naibini qətlə yetirdilər. Milyonlarla insanın qəlbini fəth eləmiş bir insan. Milyonlarla insanı. Bu elə belə məsələ deyildi. O insan öz ixlası ilə, öz pak həyatı ilə, nəinki İran İslam Respublikasında olan bir çox insanların biz izləyirik də hər gün, hər saat çox tez-tez izləyirik, orada gedən prosesləri izləyirik. Bu günləri insanlar ayaq üstədilər orada. Minlərlə insanlar, bəlkə milyonlarla insanlar, böyük şəhərlərdə, kiçik şəhərlərdə, rayonlarda, qəsəbələrdə insanlar ayaq üstədilər və bu qanın intiqamını tələb edirlər. Bu elə belə bir məsələ deyildi. Nəinki fəqət İran İslam Respublikasında insanların məhəbbətini qazanmışdı, öz pak həyatı ilə, öz ixlası ilə, ən sadə həyat, yəni rəhbərliyə çatmamışdan əvvəlki olan həyatı ilə neçə illik rəhbərlik dövrü ki, bir 90 milyonluq bir ölkəni gözəl şəkildə idarə edib. Bu şəxsiyyətin adı tarixdə qalacaq. Çünki bu şəxsiyyət, baxsaq, bunu gözəl bilirlər, indi sizlər də bilirsiniz bunu. İran İslam Respublikasının da gedən o prosesləri izləyən insanlar bilirlər ki, bu bir çox baxımdan bu ölkəni inkişaf etdirə bildi. Elmi inkişaf elətdirdi. Yəni, İslam inqilabından qabaqki illərdə, bilirlər də, burada İranlı alimlərimiz də var, ustadlarımız da var, onlar bizdən daha yaxşı bilirlər. Bəzi ölkələrdən, Hindistandan və bəzi ölkələrdən həkimlər gələrdilər. O qədər səhiyyə zəif idi, o qədər elm zəif idi, o qədər universitetlərin sayı az idi. Amma inqilab qələbə çalandan sonra və məhz İmam Xamneyə ağanın, şəhid İmam Xamneyə ağanın dövründə universitetlər 1-ə 10, 1-ə 100 artdı və elm inkişaf elədi, səhiyyə inkişaf elədi və bir dünyanın bəzi ölkələrindən, bizim doğma Azərbaycanımızdan, bəzi Orta Asiya ölkələrindən yüzlərlə, minlərlə insanlar gedib orada öz müalicələri üçün ora müraciət edir. Bu bir dənə nümunəsidir. Bu günləri, əgər neçə il bundan qabaq İsrail bütün İslam dünyasına meydan oxuyurdu, nə bilim, neçə gündə 6 İslam ölkəsinə hücum eləyirdi, onun qabağına çıxan yox idi. Amma bu günləri İran İslam Respublikasında o istehsal olan, yəni özlərinin istehsal etdiyi silahlarla, o raketlərlə olan qabağında dayanıblar. Onların, necə deyərlər, onları diz çöktürürlər və inşallah bu diz çöktürməyin daha onların zillətinin şahidi olacaq, inşallah. Bu, heç şübhəsiz ki, bu məsələ belədir ki, Allah o şəhidin məqamını uca eləsin. İmam Xomeyni ağanın bilirsiniz ki, 2 oğul övladı var idi. Böyük oğlu Seyyid Mustafa idi. Seyyid Mustafa Xomeyni, sonraki ondan kiçik oğlu Seyyid Əhməd Xomeyni idi. Seyyid Mustafa Xomeyni, siz tarixini oxusunuz, Nəcəfdə şəhid oldu, Nəcəfdə dünyasını dəyişdi. O məlunlar, o düşmənlər çox böyük, indi yenə deyirəm, ustadlar bilirlər, çox elmi və mənəvi baxımdan çox tərəqqi eləmişdi, çox inkişaf eləmişdi. Gələcəkdə bəlkə deyirlər ki, İslamın ümidi idi o şəxsiyyət. Seyyid Mustafanı ki, şəhid elədilər, Allah rəhmət eləsin İmam Xomeyni ağaya, İmam Xomeyni ağa bir söz, bir cümlə dedi orada. Dedi ki, Seyyid Mustafanın şəhadəti əltaf-ı xəfiyyədən idi. Yəni, sanki görünməyən, məxfi olan Allahın lütflərindən idi. Nə idi o əltaf-ı xəfiyyə? Əltaf-ı xəfiyyə o idi ki, inqilabı, nə bilim, 10 il, 20 il, 30 il qabağa saldı. O şəhidin qanı, pak qanı səbəb oldu ki, İranda olan o şücaətli xalqın şücaəti 1-ə 10, 1-ə 100 artdı. Onun məclisini tutdular, 40-ını tutdular Təbrizdə məsələn. O Təbrizdə gəldilər, şəhid elədi, o şah rejimi, onları şəhid elədi, ona 40 saxlayanları, ona məclis tutanları, ona matəm saxlayanları şəhid elədi, Şiraz qalxdı, Şirazdakıları şəhid elədi, İsfahan qalxdı, bütün xalq ayağa qalxdı və inqilabı tezləşdirdi o şəhidin şəhadəti. Və bu şəhidin də, yəni bu şəhidimizin də, bu şəhid Xamneyə ağanın da şəhadəti heç şübhəsiz ki, İslam ümmətinin o ali hədəfləri ki var, o rəzil qüvvələr ki var ki, İslam ümmətinə düşmən kəsiliblər, ölkələri bir-birinə qatırlar, ölkələri kölə kimi saxlamaq istəyirlər, ölkələrin sərvətini əldən almaq istəyirlər və ölkələrə öz şeytani düşüncələrini diktə eləmək istəyirlər, onları məğlub etmək hədəfi var İslam ümmətinin. Və bu məsələ heç şübhəsiz ki, bu şəhidin pak qanının bərəkətinə daha tezləşəcək inşallah. Bu şəhidin şəhadətindən sonra İmam Hüseynə bənzər bir hadisə oldu. İmam Hüseynə bənzər, necə ki, İmam Hüseyn ağanın şəhadəti ilə o gün ki, o məlun Yəzid,
o mübarək başı qoymuşdu qabağına, bir səhnə yaratmışdı orada. Əlində olan o xeyzaran suyuna vururdu o mübarək dodaqlara, bu cür öz təkəbbür edirdi, bu cür qələbə əhval ruhiyyəsi yaşayırdı ətrafındakı olan insanlara, bu cür fəxrlə belə bir hərəkətlər edir. Üstündən bir il, yəni neçə il keçmədi ki, onun məğlubiyyəti göründü hamıya, onun o hakimiyyəti aradan getdi və onların İmam Hüseyn ağanın pak qanı bu günlərdə biz görürük ki, İslam ümmətinin necə deyərlər, bir güc verdi, bir qüvvət verdi, bir ali bir nümunə oldu. Bu günlərdə görürük ki, əsrlər keçsə də görürük ki, onun ərbəynində nə 20 milyon, nə neçə milyon insan ləbbeyke ya Hüseyn deyib gedirlər. Yəni onun qanı səbəb oldu ki, o İslam ümmətinin İslama olan bir agahlık verdi İslam ümmətinə. Bu şəhidin qanı da o cəddi İmam Hüseyn əleyhissalam kimi İslam ümmətinə bir agahlık verəcək, bir nümunə və bir ülgü verəcək insanlara ki, insan pak yaşayıb və öz hədəfinə görə, ali hədəfinə görə canından da keçməyə hazır ola bilər. Bizim belə ülgülarımız var. Biz fəxr edirik. Bu bizim əhl-i beyt sevərlər bu ilə fəxr eləməlidirlər. O bilirdi ki, o özdəki tam öz cəddinin o yolu ilə getdi. Şəhid Xameneyi ağa. Yəni hətta öz əhli əyalını da öz ətrafından uzaqlaşdırmadı. O 14 aylıq, yəni 1 il 2 aylıq nəvəsi ilə birgə, öz həyat yoldaşı ilə birgə şəhadət məqamına çatdı. Bu elə-belə məsələ deyil. Bütün tarix bu məsələnin üstündən belə keçə bilməz. Tarix məsələnin üstündən belə keçə bilməz. Amma bizim bu məsələdə bir vəzifələrimiz var. O budur ki, Peyğəmbər bir baxımdan desək vəfat edəndən sonra, bir baxımdan desək ki, şəhadətə çatandan sonra və digər imamlarımız bir-birindən sonra şəhadətə çatandan sonra heç bir imamdan sonra din aradan getmədi. Dini dəyərlər yenə də yaşadı. Bu günlərdə yaşayır. İmam Əli kimi imamı biz əldən vermişik. İmam Həsən, İmam Hüseyn, digər imamlarımız, bir-birindən sonra gələn imamlarımız hamısı şəhadət məqamına uzalıblar. Amma din bugün də yaşayır. Amma bugün də görürük ki, dini dəyərlərimiz yaşayır. Allah inşallah o 12-cisi imamımızın inşallah, axirət zaman imamımızın inşallah zuhurunu tezləşdirsin. Bəlkə də bu şəhadət bizim qəlblərimizi İmam Zaman ağaya daha da yaxınlaşdırdı sanki. Sanki yaxınlaşdırdı qəlblərimizi. Allah inşallah bizim ağamızın zuhuru ilə inşallah İslam ümmətinə daha qüvvət versin və İslam düşmənlərini inşallah nabud eləsin. Bizim vəzifəmiz budur ki, təcrübəsi az olan insanlara, təhlil qüvvəsi zəif olan insanlara ümid verməliyik. Ümidsizlik olmaz, insanlara ümid verməliyik. Bu ölkənin konstitusiyası var, bu cür böhranlı dövrlər üçün konstitusiyası var. O konstitusiya ilə düşünülmüş şəkildə uzun müddət o konstitusiyanın üstündə işləyiblər. Konstitusiya yazılır. Bu konstitusiyada var, hər hansı bir rəhbər, ali dini rəhbər dünyasını dəyişəndən sonra hər hansı səbəbdən onun yerinə növbəti rəhbər seçilir və orada qanun var, xubreqan deyilən bir məclis var, 80 neçə müstehidin təşkil olunmuş məclis var. O müstehidlər orada, müstehidlər yığışırlar və orada özləri qərara gəlirlər və digər bir şəxsi, digər bir müstehidi, digər bir dəyərli insanı rəhbər olaraq seçirlər. Müxtəlif sosial şəbəkələrdə şayələr yayılır, müxtəlif sözlər deyilir. Ən etibarlı mənbələrdən biz xəbərləri almalıyıq və ətrafımızda olan insanlara düzgün məlumatları çatdırmalıyıq. Allahın və Peyğəmbər ali Peyğəmbərə xatir bu şəhidi, bu uca məqamlı şəhidin məqamı alidir, daha da mütali eləsin və inşallah onun şəhadəti səbəb olsun. İnşallah o İslam düşmənləri, İslam ümmətinin düşmənləri, o düşmənləri ki, rəzil insanlar, rəzil qüvvələrdirlər, şeytani qüvvələrdirlər, onlar tezliklə nabud olsunlar. Allah sənan verir, izzət-i əzəmətin xatirinə bizi bir dəqiqə kəmtər az dəqiqə öz-özümüzə buraxma. İlahi İmam Zaman ağanın zuhurunu tezləşdir yinə. O Həzrətin mübarək qəlbini bizlərdən razı elə. İmam Zaman ağanın qeybət və zuhur dövründə bizi öz vəzifəmizə aşina və amil elə. Sənə and veririk Peyğəmbər ali Peyğəmbərə xatir. Bütün İslam şəhidlərini, xüsusilə bu şəhidimizi, şəhid Ayətullahil Üzma Xameneyi ağanı İmam Hüseyn əleyhissalamdan ilahi pərvərgara ayrı salma. Sənə and verir ki, Peyğəmbər ali Peyğəmbərə xatir
Bu cəmdə ki, bizim qardaşlarımız, bacılarımız Allah sənin fərmanını yerinə yetirməyə görə bu məkana toplaşıblar. Onların qəlblərində olan dünyəvi, uxravi hacətlərini inayət elə. Sana and veririk Peyğəmbər ali Peyğəmbərə xatir bizi ilahi pərverdigara bu şəhidlərin və bu şəhidin həqiqi davamçılarından qərar ver. Dualarımızın, hacətlərimizin qəbul olması üçün salavat zikr edək. Allahümme salli ala Muhammed ve aleyhi.